Əziz azarkeşlər, daha bir müsahibimiz var. Xankəndi komandasının yarım müdafiəçisi Ziya Məmmədli. Ziya, təbrik edirəm səni də. Möhtəşəm qələbə 8-də 1 finalda. Düzdür, rəqib bir o qədər də müqavimət göstərə bilmədi. 12-0-lıq qələbə qazandı, qol da vurdu. Oyunu şərh eləyərdiniz zəhmət olmasa. Çox sağ olun, ilk öncə təbii ki, təşəkkürümü bildirirəm. Oyunun ilk 15 dəqiqəsi qarşılıqlı hücumlar şəraiti altında keçdi. Sadəcə olaraq qolu vaxtında vurduğumuz üçün bizə daha rahat oldu və qollarımızın ardı gəldi. Şükürlər olsun ki, 12-0 qələbə qazandıq. Öz qolunu şərh eləyərdim. Öz qolum hiss edirdim əslində qol vuracağımı və elə şərait yarandı ki, qol da vurdum. Sənin də bir payın oldu bu qələbəyə. Bəli, payım olduğu üçün çox sevinirəm. Komandanın önündə Ziya çempionluq məqsəd qoyulubdur və inamlı addımlarla komanda irəliləyir bu məqsədə doğru. Necə düşünürsən? Yəni finala qədər bu templə gedə biləcəksiniz? İnşallah qrup oyunlarını yekunlaşdırdıq. Bilirdik ki, 8-də 1 mərhələ bir oyun olduğu üçün onun da uğurundan keçdik. Qabağımızdakı rəqib Çınar Zəngiləndə 4-də 1 finalda. Bəli, daha yaxşı şəkildə hazırlaşacağıq və finala qədər inşallah gedib çempion olmaq hədəfimiz. Kubok Xankəndiyə aparacağıq. İnşallah. Təbrik edirəm və uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm.